Dostlar, 5-ci sınağı davam elətdiririk. 11-ci sual. 11-ci sual. Vaqif yaradıcılığı ilə bağlı Eyler-Venn diaqramına uyğun fikirləri müəyyən edin. Görmədim müxəmməsi ilə bax qəzəlini müqayisə eləmişik. Həyatının son günlərində qələmə alıb cavab. 3-ün A olduğu variantlar. Demək D ilə yeni çıxdıq. Sonra. İnsanları bir-bir nəzərdən keçirən şair onların eyblərini sadalayıb. Görmədim müxəmməsindədir bu. Burada deyir ki, xah sultan, xah dərviş, qədavı bil ittifaq, özlərin qılmış giriftar, dərdi qəmi fəraq. Cifey dünyadadır hər ehtiyacı iştiyaq, munca kim etdim tamaşa sözlərə astım qulaq, kizbi böhtandan savayı bir hekayət görmədim. Bəli, B variantı. 1-ə də B variantı düşən, C, B variantı da ona görə A variantını silirik. Sonra gəldik C variantına. Təkcə Vaqifin yaradıcılığında deyil, ədəbiyyatımızda ictimai lirikanın ən yaxşı nümunələrindən sayılır. Bəli, cavabımız C variantı olacaq. Amma baxaq o birilərə də. Zamanəsinin ictimai-siyasi eyblərinə kəskin etirazını bildirib. Hər iki əsər. C bura düşürdü. C bura düşür. Burada D düşür. Qacarın timsalında zalım qəddar hökmdarların taliyindən ibrət almağa səsləyir. İbrət et Ağa Məhəmməd xandan ey kəmtər gəda, ta həyatın varisə nə xanə nə xunxarə bax. Baxırıq 12-ci suala. Hayf ki yoxdur əsərinin formasına aid olan fikri müəyyən edin. Təzminsən qafiyəsinə və heca sayına görə fərqlənmir. Qafiyəsinə görə fərqlənir. Təzminsə cinas qafiyələr olur. Hayf ki yoxdur da cinas qafiyə yoxdur. Sildik. İctimai məzmunda yazılıb. Bu formasına aiddir, məzmununa aiddir. 4-cü şəklindədir, cinas qafiyədən istifadə olunub. Xeyr, cinas qafiyədən qeyd elədiyim kimi istifadə olunmayıb. Rədifə əsasən adlandırılıb. Bəli, şeir vahiddə bənd D variantıdır. Kür qırağının gözəlliyi təsvir olunub. Yox, Kür qırağının ictimai məzmunlu şeir. Həm də formasına aid fikir olmalıdır. Ona görə D variantı. 13-də Koroğlu dastanına aid yanlış fikri müəyyən eləməliyik. 13-də 16-cı əsrin sonu 17-ci əsrin əvvəllərində baş verən hərəkətlə səsləşir. Koroğlu dastanına aid yanlış fikir. Demək, burada bu fikir doğru. Dastanda dramatik ünsürlərə rast gəlinmir. Rast gəlinir. Dramatizm var da əsər dastanda. Gərgin anlar, ondan sonra dramatik səhnələr. Nəzm və nəsr hissələrinin növbələşməsi ilə yazılıb, doğrudur, dastandır da ona görə. Dastanda heca vəznində müxtəlif şeir janrları verilir, bəli, qoşma verilib, gəraylı verilib, varsağı verilib. Xalqın bədii təfəkkürünün məhsulu kimi meydana çıxmışdır, bu da doğrudur. Ona görə cavab B variantı. 14-ə baxırıq. Koroğlu dastanına əsasən uyğunluğu müəyyənləşdirin. Dəli Həsən, Bəlli Əhməd, Eyvaz Dəmirçioğlu xüsusiyyətləri sayılmalıdır. Demək, təmkinlidir və tədbirlidir. Bu olacaq elə Dəli Həsən. 1-ə A. 1-ə A olanlar B, C, E variantlarını sildik. Sonra. Bəlli Əhməd təvazökardır. Bəli. 2-yə B. Hələ ki D variantı da A variantı da ola bilər. Eyvaz səmimiliyi ilə seçilir, doğrudur. Elə A variantı. Dəmirçioğlu da dözümlü və səbirlidir. Durna Teleqolunda baş verən hadisələrin ardıcıllığını müəyyən eləməliyik. Burada qorxucu Su Aslan Paşaya xəbər aparır. Koroğlu taxıl biçən kişiyə ilə rastlaşır. Xoca Əziz dəlilərin tutulma xəbərini gətirir. Cəllad Eyvazı dar ağacına gətirir. Bu 4 ən sondadır. 1 də əvvəldədir. 1 əvvəldə, 4 sonda. AB variantı arasında qalırıq, baxırıq. Sonra ikinci demək, Xoca Əziz dəlilərin tutulma xəbərini gətirir. Sonra Koroğlu taxıl biçən kişi ilə rastlaşır. Demək,
Cevap olacaq A variantı. Aşıq Abbas Tufarqanlıya aid doğru fikirləri müəyyən eləməliyik. Demək, burada yaradıcılığında həyat həqiqətlərinin ifadəsi var. Bəli. Cavabın biri 1. Cəmiyyətdəki özbaşınalığa etiraz motivləri əsərlərində yer tapır. Aşıq Abbas Tufarqanlı. Bəli. Bu da var. Şimali Azərbaycanda anadan olan Aşıq Cənubi Azərbaycan. Çıxdıq. Yaxşıdır rədifli qoşmasında nəcabət, ləyaqət kimi müsbət keyfiyyətləri mühüm mənəvi dəyər kimi istifadə edib. Bu Xəstə Qasımın şeiridir, səhv eləmirəmsə. Bir məclisə varsan özünü öyümə, şeytana baz verib kimsəyə söymə. Əgər güclüsənsə zəifi döymə, demə var qüvvətim, qolum yaxşıdır. Yaxşıdır, bunun deyil axı. Cavab ona görə olacaq. B variantı 1-2. Sonra 17. Eyler-Venn diaqramında sual işarəsinin yerinə uyğun gələn fikirləri müəyyən edil. Məsih ilə Sahib Təbrizi müqayisə olunub. Demək, əsərlərində humanist ideyalar, insana hörmət, sevgi hissləri əksini tapmışdır. Bəli, hər ikisində. Birlə başladığımıza görə C variantı ilə D variantı seçirik. Dövrün zülm və haqsızlığına açıq şəkildə etirazını bildirir. Bu Məsihə ola bilər. Yox, heç Məsihdə Vərqa və Gülşahid yoxdur, bu yanlışdır. Hər ikisi eyni dövrdə yaşayıb yaradıb. Bəli, hər ikisi eyni dövrdə. 1-3 ancaq A variantındadır. O birilərə də baxaq. Ayrılıq vətən həsrəti əsərlərində başlıca mövzulardandır. Bu Sahib Təbriziyə aid fikirdir. 4. Şeirlərində Təbriz şəhərini həsrət və məhəbbətlə xatırlayır və heç birində yoxdur. Elə cavab A variantı. 18-də Düratın itməyi qoluna aid doğru fikirləri müəyyən edin. Burada Qaraxanın mehtərləri Düratı ram edirlər. Bu yanlış fikir. Birinə olanları çıxır. Sonra Koroğlu bu qolda Balıcaya səfər edir. Bəli, Koroğlunun Balıca səfəri 2 ilə başlayır. 2 ilə başladığına görə D variantında silirik. Sonra İlxını alıb qaydanda durnalara müraciətlə şeir oxuyur. Bəli, bu var. Koroğlu Düratı alır, Qaraxanı öldürür. İlxını alıb qaydanda durnalara müraciətlə oxuyur. Bu yanlışdır. Koroğlu ilə Bolu bəy qolundadır. Koroğlu Düratı alıb Qaraxanı öldürür 2-4. Cavab B variantı. Qaraxanın cəzalandırma səbəbi İlxını qaçırması idi. Yanlışdır. Qaraxanın dili başında. Yalanlar özünü İran şahının qohumu kimi təqdim. Kimdə nə görsə alır. Koroğluya hədəv qorxu biçir. Onun güdasına gedir. Nigar xanım da axırda soruşur ki, sən getdiyin yerdən davasız gəlməzsən. O da şeirlə cavabını verir. 19. Yazılıb ki, Bolu bəy qolundan verilmiş parça hansı haqqında yanlış olanları müəyyənləşdirir. Belimdə yoxdur qılıncım, müxənnətə çatmır gücüm. Nə yorğan var, nə də cecim, elə mail, nə də tayım. Demək, Koroğlu dastanı nəzm hissəsindən bir parçadır. Gəraylı janrındadır. Bəli. Aha, 1, 2, 3, 4, 5.
Demək, bir yanlışdır. Birin yanlış olma səbəbi odur ki, gəraylıdır, varsağıdır. Ona görə cavabın biri bir. Daxil olduğu qolun əvvəlinə aiddir. Xeyr, bu Koroğlu quyuda olanda oxuduğu şeir. Heca vəznindədir, orta bəndlərdir, birindədir. Bəli. Qılıncım, gücüm, cecim bu sözlər bir-birinin həm qafiyədir. Ona görə orta bəndlərdən biridir. Bir üç olacaq cavab. Belə. İsabalının dilindən yox, Koroğlunun dilindən verir. Elm və diaqramına uyğun fikirləri müəyyən edin. Qazan xanın evinin yağmalandığı boy Həmzənin qıratını qaçırması olub. Demək, igidliyi və mərdliyi ilə seçilən insan obrazı yaradılmışdır. Üçə olacaq A variantı. Hər ikisində. A-nı D kimi yazın. A. Sonra, hadisələr məclis qurulması ilə başlayır. Bəli. 3-ə B, hər ikisində. Qazan xanın evini yağmalatması boyunda Qazan xan açmışdı məclisi. Həmzənin qıratı qaçırmasında da Xodkar məclis açmışdı. 3-də A, B, 2 variantda var. D-də var, E-də var. Ona görə A, B, C variantlarını silirik. Hiyləgərliklə qəhrəmanlığı üzə gəlir. 2-yə C variantı. Həmzənin qıratı qaçırmasındadır. Qəhrəman düşmənlə sona kimi tək başına vurur. Qazan xan da köməyə gəlirlər. Həmzənin qıratı qaçırmasındadır. Koroğlu vuruşur. Toqatda. Sonra bir də düşmənlə döyüşə əsas qəhrəmanla yanaşı başqa igidlər də hünər göstərirlər. E variantı. Elə testin də cavabı olacaq E variantı. Koroğlu dastanında Koroğlu dəllərini birləşdirən ortaq xüsusiyyətləri müəyyənləşdirin. Qoy qalsın bu sual. Növbəti testdə.